Yeraltı və yerüstü piyada keçidləri bir çox inkişaf etmiş şəhərlərdə artıq tarixə qovuşur. Bunun əvəzinə isə şəhərlərdə eyni səviyyəli keçidlər təşkil olunur və bu keçidlər vasitəsilə yolu keçmək insanlar üçün rahatdır. Paytaxt Bakıda isə hələ də yeraltı və yerüstü piyada keçidləri öz aktuallığını saxlayır və insanlar bir növ bu tip keçidlərdən istifadə etməyə təşviq edilir. Lakin bu keçidlər narahat olduğuna görə vətəndaşlar bəzən həyatlarını təhlükəyə atıb nəqliyyatın intensiv hərəkət etdiyi hissədən yolu keçməyə cəhd göstərirlər ki, bu da bəzən qəzalara səbəb olur. Bunun ən böyük səbəbi isə yeraltı və yerüstü piyada keçidlərinin vətəndaşlar üçün əlçatan olmamasıdır. Hazırda biz Mirzağa Əliyev küçəsindəyik və qarşı tərəfə, yəni Qış Parkını keçməklə yolu Füzuli küçəsinə keçməyə çalışacağıq. Görək, bu yeraltı keçid rahatdır, yoxsa yox? Bəli, yolu keçmək üçün təxminən 4 dəqiqə vaxtım getdi, həm də belə deyək, əməlli başlı yoruldum. Bu keçiddən təkcə sağlam insanlar keçmir, azmobilli insanlar, yəni yaşlılar, əlillər, uşaqlı qadınlar da var. Onlar da bu yolu keçmək üçün gərək əməlli başlı əziyyət çəksinlər. İndi isə digər hissədən, eyni səviyyəli keçid olan hissədən yolu təzədən qarşı tərəfə keçməyə çalışacağıq. Görək bu keçidlərin hansı daha rahatdır? Parkın digər başında, daha dəqiq desək, Heydər Əliyev sarayının qarşısında işıqforla nizamlanan eyni səviyyəli piyada keçidi mövcuddur və vətəndaşlar burada rahat şəkildə yolu keçə bilirlər. Eyni zamanda burada hər kəs, yəni bütün kateqoriyadan olan vətəndaşlar yolu rahat şəkildə keçə bilir. Həm vaxt itkisinə yol açmır, eyni zamanda daha rahat və əlçatandır. Əgər statistikaya baxsaq, görərik ki, qəzaların məhz çoxu müxtəlif səviyyəli keçidlərin yanında baş verir. Çünki insanlar bu keçidlərdən istifadə edə bilmir, narahatdır və qısa yol axtarır və bu qısa yolda daha təhlükəli olur. Ona görə yaxşı olardı ki, səhvlərdən nəticə çıxardıb, eyni səviyyəli keçidləri şəhər mühitində sayını artıraq. Müxtəlif səviyyəli keçidlər isə qurula bilər yalnız sürətli yollarda, amma orada da nəzərə almalıyıq ki, əlçatanlıq olmalıdır.